Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə 5-ci sinif yeni dərslik olan Unit 1-i necəyəcəm izah edəcəm. Getdik. Let's go. Who I am. Am I üzr istəyirəm. Mən kiməm? Və mən burada çalışdım, bacardığım qədər mən bunları sizə qeyd eləmişəm, yanınızdan çıxmasın deyənə. Ona görə də burada belə deyim də baxa bilərsiniz. Aha. Burada baxdınız, unit goals, məqsədlər, bölmə məqsədləri nədir? İlk öncə, talk about your favorite things, sevimli şeylərin haqqında danışmaq. Read and digital poster, rəqəmsal poster oxumaq. Listen to a dialogue, diyaloqa qulaq asmaq. Learn about students around the world, dünya üzərində, yəni dünyadakı şagirdlər haqqında öyrənmək. Talk about your personal information, yəni ki, öz şəxsi məlumatlarını necəyəcəyiz haqqında danışmaq. Next one and video. Yəni videoda indi videoya biz baxacağıq və mən videonun linkini yerləşdirəcəm şərh bölməsində. Siz ora baxarsınız. Və həmin bu belə deyim də qeydləri də necəyəcəm şərh bölməsinə qeyd edəcəm. Videoya baxırıq nəyə? Video, they three things in the video that are important to us. Videoda bizim üçün vacib olan 3 şeyi söylə. Biz onları deyəcəyik. İkincinə what supports are in the video. Videoda hansı idman növləri var? Okay. Think, düşün. Şəkilə bax və ingiliscə sözlər yaz. Yəni biz bu şəklə baxacağıq və ingilis dilində nə edəcəyik? Öz sözlərimizi yazacağıq. Bu belə. Bu istəsəz belə də screen edə bilərsiniz, belə də screen edə bilirsiniz. Şərh bölməsindən usta qeyd edəcəm. Bu belə. Belə. Bu getdi, daha doğrusu. Aha. Sonra keçdik, nə edəcəyik? Mən sizə nə edəcəm? Videonu izlətdirəcəm və videonun linkini nə edəcəm? Belə deyim, sizə daha doğrusu yəni orada nələr varsa, nələr yazılıbsa onları mən sizə yazacağam. Burada qeyd edəcəm indi və belə. Bir dəqiqə mən videonu hələlik dayandırım. Ondan sonra videonu daha doğrusu qoşun burada yazım. Baxın yoldaşlar. Trims Eduaz saytındadır və baxın birinci unitdəki olan video baxın budur. Mən yenə də deyirəm bu linki yerləşdirəcəm videonun altından və siz baxa bilərsiniz. What's important? Baxın, siz bu da avtomatik olaraq alt yazını da dinləyə bilərsiniz. What is important to Bunu us? siz özünüz də yaza bilərsiniz. Our family is important to us. Our family is important when we're young and when we're old. Nə edəcəyik? 3 şeyi yazacağıq orada. Hansı ki, bu alt When we're yazılarda var happy. hamısı. And when we're sad. Our friends are important to us too. Baxın, bunları yaza Life bilərsiniz. is fun with our friends. Our home is very important to us. It's the place we spend most time. Inside and outside. Every home is different. But we all love ours. What other things are important to us? Our names? Our pets? Our school? Our things? What's important to you? Və sənin üçün vacib olan nədir? Onu dinləyəcəksiniz, qeyd edəcəksiniz sözlərinizlə. Aha, biz burada neynədik? Bunu mən yerləşdirirəm bura. Our family is important to us. Life is fun with our family, friends.
What's important to you? Sənin üçün vacib olan nədir? Və bu dedim, bizim ailəmiz bizim üçün lazım, vacibdir. Life is fun with our friends. Biz dostlarımız, həyat dostlarımızla əyləncəlidir və sənin üçün vacib olan nədir? Bu belə, bu yəni videoda çıxan bir suallardır, cavablardır daha doğrusu. İkincisində, what sports are in the video? Videoda hansı idman növlərindən söhbət gedirsə, biz nə edəcəyik? Onları yazacağıq. Bu belə, bunu qeyd eləyək. Aha. Və yoldaşlar, burada videoda adlar çəkilmir. Sadəcə siz ora baxaraq nə edəcəksiniz? Həmin o adları yazacaqsınız. Yəni videoda olan oyun adlarını yazacaqsınız. Aha. Orada oyun adları dedim bayağı, üzrünü sayın. Orada sport deyir, yəni idman adları. İdman adlarından üzgüçülük var idi, swimming, bir də badminton idi, səhv etmirəmsə. Siz də yenə belə deyim də videoya baxaraq daha ətraflı nə edə bilərsiniz, yaza bilərsiniz. Keçdik növbəti belə səhifəyə. Növbəti səhifədə uşaqlar burada yəni söz bazasıdır. Biz nə etməliyik? My favorite thing, my favorite place, my favorite clothes, my favorite activity. Yəni siz bunları öz istədiyinizi nə edəcəksiniz? Bura qeyd edəcəksiniz və mən burada söz bazasını nə edəcəm? İndi hal-hazırda qeyd edəcəm və siz bunu nə edəcəksiniz? Öz dəftərinizə yazıb və öyrənəcəksiniz. Vacib olan sözlərdən biridir gündəlik həyatımızda. Və burada yenə də deyirəm, həmin o sözləri biləndən sonra siz burada nə edəcəksiniz? İşarələr aparacaqsınız. Sizin sevimli yeriniz hansıdır? Sizin sevimli əşyanız hansıdır? Aktiviteləriniz hansıdır? Geyimləriniz hansıdır? Və s. Yəni bunları siz nə edəcəksiniz? İşarələyəcəksiniz və mən indi hal-hazırda sözləri indi bura yerləşdirəcəm. Aha, yoldaşlar, baxın, bu da sizin sözlərinizdir. Bunun tərəf üstlərinə yazmışam. Bike, velosiped, cell phone, mobil telefon, favorite, sevimli, jeans, şalvar, listen, asmaq, qulaq asmaq, daha doğrusu, school, məktəb, school uniform, məktəb forması, sports, idman. Bu da belə. Bu da sizin sözləriniz. İstədiyinizi yenə də deyirəm, seçib orada işarələməlisiniz. Keçdik növbəti sözdə. Növbəti sözdə look at the images and complete the phrases. Then listen, check and repeat. Burada nə edəcəksiniz? Burada 1.1, yəni dinləməyə nə edəcəksiniz? Qulaq asacaqsınız. Və bu dinləməni nə edəcəksiniz? Burada yazacaqsınız. Bir dəqiqə. Aha, üçüncü tapşırıqda, mən indi yuxarıdakı tapşırıqlarda yazacağım, bir dənə izahını verim. Üçüncü tapşırıqda draw the circles in your notebook and then write the words from exercise in the circle. Exercise second in the circles. Aha, burada nə edəcəksiniz? Yerləri göy yaşıl rəngdə, geyimləri bənövşəyi rəngdə, bənövşəyi deyək ki, göy rəngdə deyək. Things, yəni əşyaları sarı rəngdə, activitiesləri isə nə edəcəksiniz? Qırmızı, yəni pəmbə rəngdə deyək də. Pəmbə rəngdə nə edəcəksiniz? İşarələyəcəksiniz. Burada yəni bu nədir? Qoy deyim. Burada uşaqlar, səhv etmirəmsə, kitabın arxasında sizə çalışma kimi də veriblər. Bu kitabın arxasında var, workbookunda. Baxın, burada workbook var. Page 3, yəni burada verib. Bunu bir dəqiqə. Aha, bunu özümüz yəni nə etməliyik, yazmalıyıq. Use it, yəni istifadə et. Complete the sentences so they are true for you. Use the dictionary to help you. Then tell your partner. Burada uşaqlar nə edəcəksiniz? Düzgün olanı sizin üçün yəni düzgün olanı yazacaqsınız və burada yəni sizə sözlər kömək oluna bilər və sizin öz sevimli yeriniz, öz sevimli aktivitinizi, öz sevimli əşyanızı nə edəcəksiniz? Bura yaza bilərsiniz. Burada indi birincidə, yəni listeningini birazdan qoşacağam. Baxın yoldaşlar, bu exercise
Yəni çalışma 2 ilə çalışmanın 3-ün cavablarıdır. İstəsəz belə screen eləyib götürə bilərsiniz. Sadəcə mən burada yerləşdirə bilmirəm ki, hara yerləşdirim ki, sizə də rahat olsun. Bu exercise 2-ni 3-ün çalışmanın cavablarıdır. Yəni bu belə. Bu bunun cavablarıdır. İstəsəz bunu belə saxlaya bilərsiniz. Bunu belə saxladıq. Sonra yəni bu indi listeningi mən dinlətdirəcəm. Siz özünüz də orada nə edəcəksiniz? Eşidəcəksiniz. Keçdik necə 4-cüyə.